Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü videoda mən Biologiya OTK 20 sınaq test toplusundan 3-cü sınağın 24-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzvü maddənin malik olduğu enerji 10.560 kilojoldur. Fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqini hesablayın. Əvvəlcə mən bu enerjini karbohidrata çevirməliyəm. Yəni nə qədər karbohidrat olduğunu bilmək lazımdır. Onda yazırıq 10.560 bölək 17,6. Bu da alınır 600 qram karbohidrat. Demək biz bilirik ki 600 qram karbohidrat var. Mən indi fotosintezin tənliyini yazım tam başa düşmək üçün. Demək yazırıq 6 mol karbon qazı, üstə gələk 6 mol su alınır. Karbon 6H12O6, yəni üzvü maddə, üstə gələk oksigen, 6 mol oksigen. Demək, şərtdə deyir ki, fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqi. Bu tənlikdə bu fərqi hesablayım. Demək, udduğu hava karbon qazıdır. Yəni qaz. 6 bıraq 44. Bunun kütləsi olur 264 qram. Oksigenin kütləsi isə 6 moldur. Kütləsi 192 qrama bərabər olur. Demək, aralarındakı fərq isə 264 çıxaq 192 bərabərdir 72 qram. Demək, aralarında, yəni udulan karbon qazı ilə alınan oksigen arasındakı fərq 72 qram oldu. Alınan üzvü maddənin kütləsi isə bilirik ki 180 qrama bərabərdir. Onda yazırıq. 180 qram karbohidrat olduğu zaman bu fərq 72 qrama bərabərdirsə 600 qram karbohidrat olduqda isə x-a bərabər olur. X da bərabərdir 600 vuraq 72 bölək 180. Tənliyi həll elədik. Doğru cavabımız oldu 240. Demək, məsələnin həlli cavabı 240-a bərabərdir.